Mal lazımdır bu. Diyete saklamaq. Ay bacı. Bacı. Gəl da. Çoxdan gözlürsən. Yox, indi gəldim. Valla tələsik çıxdım dedim. Birdən gecikərəm. Şubamda giyinmədim bacı. Şubada gəldim də mən. Sən rahat çıxmısan da evdən ilə. Ay bacı. Mənə bir dənə diqqətlə bax, gör nə dəyişiklik hiss edirsən. Kimə? Mənə bacı. Böyünəyində paltar vardı. Az onu demirəm, yaxşı bax. Necədir? Azaqqaqları da görmüşəm da, dünən toya giymişdi. Az onu demirəm, yəni heç arıqlamamışam. Oy bacı, səni girəndə tanımadım valla. Elə birdən Fuaya Qağayev oturub orada. Özümə söz vermişəm. Düz 20 kilo arıqlayamayana qədər diyetdə olacam. Sən mənə bax bacı. Arıqlamışam, beldən arıqlamışam, görsən. Ay bacı, səni elə bil türmədən buraxıblar. Elə. Bacı, qabaq 90-60-90 idin. İndi 6,9 olmuşsan. Az mən belə kök deyildim ki. Hə da. Prosto sümüyüm idi da. İri şaqqalısan da bacı. Bacı. Nə gətirdi orada? Xalot nə gətirib bacı? Hanı baxım, nə gətirib ki? Bacı, burada ət asartı. Aha. Balıq asartı. Sonra camış yağı. Pendir asartı. Pendir asartı. Toyuq asartı. Az hər şey var. Mimozadır, salatlar, hamısı. Zeytun. Nə qalsın? Deməli belə elə. Zeytun, bir də göyərti. Apar, qalanları qalsın hamısı. Bacı, bir də zeytunla göyərti də qalsın da. Hə, qalsın. Qıraqdan baxıb deməsinlər, simitli qalsın. dolu. Düz dola. Bir də sizdə orada yeməyəcəyik ya, video üçün. Belə balaca bir qabda yarpaq dolması var. Gətirərsən yarpaq, yeməyəcəyik ya, yeməyəcəyik. Sən bilmirsən, mən dolma yiyəndə gözlərim çəpləşir. Yeməyəcəyik də, baxacaq. Sonra bir də ki, mənə alma sıxması gətir. Yaxşı. Mənə də ananas fırışı. Freş nədir, bacı? Fırış yaxşıdır, bacı, sən də fırış yiyin. Onda mənə də freş gətirərsin. Yaxşı, get. Özün də bir şey ye da. Şvabraya oxşusan. Şvabraya oxşamır, motorun yağını yoxlayan şupa oxşuyur. Bacı. Bacı, söhbət elə. Su içirsən. Yox, sən təzə diyeta növü öyrənmişəm, bacı. Bizim telekanallara baxırsan, arıqlayırsan, bacı. Mən də eləyəcəm, bacı. Mən də bizim telekanallarda bu seriallara baxacam. Seriala baxma, bacı. Yazva julutka olarsan. Yaxşı. Sən hansı diyetadasan, babşim? Su diyetasında, bacı. Necə olur, ay bacı? Bacı, deməli səhər ki durdun yuxudan, bir stəkan su içirsən da. Sonra üstündən 4 dənə şəkər bura yeyirsən da. Belə bu əl boyda olmalı şəkər bura. Sonra yenə üstündən su içirsən, 3 dənə paxlava yeyirsən. Sonra yenə su içirsən, sonra paxlava ilə şəkər bura yeyirsən, bölürsən, daha 2-2 yeyirsən. Bir axşam, su, paxlava şəkər bura, su, paxlava şəkər bura. Sən 2 litr su içməyə görə 6-7 dənə şəkər paxlava yeyirsən, bacı. Yox, haddasa 2 kilo yarım. Sən axırda şəkər olarsan, bacı. Yeməyəcək ya, bacı. Baxacaq. Hə, ver qaqaş, çox sağ ol. Çox sağ ol. Bu nədir, ananas fırışıdır? Sağ ol. Çörəyə də qoy bura. Çörəyə də baxacaq, yeməyəcək. Yeməyəcək, bacı. Bacı, bunların tuvaletində olmuşsan? Yox, bacı. Mən usbet eləndim, oldum. Qaşıq güzgülər var, Dur da. Bacı, gedim 1-2 dənə selfie çəkdirim, gələm. Get, bacı, get. Diyetadasan, sən, elə. Diyetadayım, bacı. Tez gələcəm, bacı. Hə, diyetadayım. Bura gəl. Ağzını aç. Aç ağzını. Amma heç kəsə demə ha, yaxşı. Belə elə. Get orada. O faiq deyə oturan.
restoranda. Gidin onu çağır da bura. Dinen kız seni çağır. Necəsiniz? O yağlı doğrusun olar. Yox, öpməyin. Oğlan gələr görər sonra. Mən sizin filmlərin hamısına baxmışam. Bayevik, avtomat, hamısı. Oturardınız da məndən 2 dəqiqə, nə olar? Çox sağ olun. Fatma, sizdən bir şey xahiş edeyim də, nə olar? Mən sizlə şəkil çəkdirib Instagrama qoymaq istəyirəm. Bunu belə saxlayın, güya biz bir yerdə çörək. Amma yeməyinə, yaxşı. Belə, güya ki, belə dursun. Hə. Ay bacı, tez bura Bacı, gəl. ne kaşın şekiller çıktı. Dediğin düz çıxdı, Faik burada oturub. Sən gedən kimi gəldi ki, acından ölürəm. Onlar sizin dolmanın dadına baxır. Ləlün deyə bax. Bak. Qardaş, yedin qoydun, dur tüketən nədir? Dolmanın yarısını yeyib bacı, buna bax. Sen... Fuay qağa. Bir de selfie çəkdir. Qurbandır sağa dolma. Yok, çık bura çık. Yola çık. Yok, sen çık. Yok, çık. Çık, sen benim canım, çık. He. Çəkdir. Gidi. Kaç elime. Az Kudandan təzə gəlmişsən, bacı. Bazı gün ne kaşın Bakın. şekiller oldu bazı. Bak bu şekli bir sen ne niyeceğim? Yok. Bazı böyle başımı çekmişim bak buralara hamısını He, açtıracağım. he. Burada şey var da o zaten Program var. Program var he. Bacı, ver mən də sənin telefonuna girim, çəkdim, gətirdim də. He. Bunda yaxşı, yaxşı. Zənglərə cavab vermə ya. Yaxşı, gəlirəm. Hele. Gəlirəm. Zalimin kızı halva tavası deyir. Arıqlığı gidiyor. Tüm tərpəni. Nəsillikcə belədilər bunlar. Bir kitabı bunu ələ versəydik. Dedim, hələ mən dolma yeyəndə gözlərim çəpləşir. Sen hardasan ne? Ber dur. Götür o dolmanı, git burada oturmuş diye bizim müğennimiz Faik Ağayev. Apar dolmayı koyun qabağımda. Dur orada boş qapını. Koy yesin. İndi keşif gedəcək, gözlərin belə olmayacaq. Keşif gedəcək. Bir dənə bu Ay bilməz. bacı, doğrudan qəşəng şəkilləri olur. Bax, Hilə! buna bax, bax. Baxın. Buna. Nə qəşəng şəkillər bacı? Və dolma hanı yedim bacı, dolmanı. Bacı! Dolmanı mən yemədim. O nəfsi buradaydı, dedim. Baxsın deyesin bana. Ləlün güləri görməmişdim. Eybi yox, halal xoş Toyları olsun. yoxdur da, acından ölürlər. Eybi yox. Ay qardaş, yedim boş qabı qaytardın. Ay gözlərim gəldi. Boş qabı qaytardın, hadi restoran boş qabı. Qaytar da boşqa, orada yeyəsən. Görməmiş. Sən hara aparırsan? Sən də Hara sürək baxırdın? iç səni, valla kim hara çağırır gedirsən. Qoy bura. Şotu vermək var ya. Ay bacı. Dietanın təzə növünü öyrənmişəm. Az bəs deyirsən. Nə yeyirsən, ye, bir dənə çörək yemə. Hilə. Hə, çörəyi yığışdırmaq lazımdır. Qətiyyən yeməmək. Bacı, mən yığışdırmışam da çörəkdə. Oradan. Bax, nə aşla, nə makaronla, nə xıncəllə, nə o yarpaq xıncəlindən mən çörək yem. Ay bacı, məni demirsən. Bilirsən nə vaxtdan çörək yemirəm? Nə vaxtdan? Bax, sonra dönər, lahmacun, pizza, piraşkı. Bunların heç birini çörəklə yemirəm. Piraşkıyı da. Amma qabaq piraşkını çörəyin arasına qoyub kotlet kimi yeyirdim. Yadıma gəlir də, bacı. İndi də yemirəm, yemirəm bacı. Bacı. Amma sağ Hə. qurban olum. O səhər ki, bacı, pomidor yoğurtda qazın üstündən lılıq bişir ha. Ay bacı. Ondaki o çöreği ki onun içine bile ısladırsan, bile fırlatırsan, bile yığırsan bu çöreğin içine. Çöreğin içine başka hara yığasan. Onu yemedin neler sesi var. Ay bu atı. Yox, deyir ki, çörək yemə.
Səhər zavtırıqda ben ağar yağı oğuzumun içine çəkməliyəm mən. Dilimizə Pendiri hara koyayım ben, pendiri hara koymalıyım. Yok bacı, hele bu dolma var bacı. Baxma ona. Baxma. Əsas bu dolmanı yemək deyil bacı. Əsas bu dolmanı ki yeyib qutarırsan Elə. onu ki o dibinə çatırsan bacı. O qatıqla ki dolmanın yağı ki bir-birinə qarışır bacı. Bax, Deyən çörək var. dayan da. Bacı, o çörək ki belə cırırsan Bacı, o çörək ki qupqa kimi onun suyuna belə fırt 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 batırırsan onu sonra belə bazı ötürürsən belə içəri o tarelkadaki buksavat deyirsən bacı onu necə çörəksiz yeyərsən Demə də ay bacı. Dolmalı ki işləyirsən. Ağzından ki o yağ belə axırıyor. Bax belə çənənin ortasına dilində çatmır. Yağlı onun salatan Dilindən yox bazı onu da çörəklə fırt 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 yiyərsən bazı bu məşəqqətdir ay bazı Zulümdür bazı. Bazı bilirsən də bizdə həftənin 5 günü papa kabab eləyirdi ana bağda. Bazı təsəvvür elə kabab pişəndən sonra o kabab o ət, o quyruğu ki çörəyin arasından belə vız deyir. Qaba boşaldandan sonra çörək istanır o çörək. Bizim evdə onun üstündə qırğındı bazı. Niyə bazı? Atam şeker, anam xolisterin. Verəm mənə baxın. Məcbur olum özüm yeyirəm. Yox bazı o ki rayona gedirsən səhər tezdən mam zavtrika adama 7-8 dənə qlazok gətirir Bacı, çörəyin ki belə qırağını qırırsan o yumurtanın sarısının ortasında bir dənə belə Tırçını yiyeyim, tırçını yiyeyim. o yumurtanın sarısı ki bütün qaba yayılır orada bir dənə onu ki belə eşənəhliyirsən sonra lübrüt yedirəksən bacının zülümdür ay bacı Bu ne meşakkatli bacı. Ay bacı. Allah hiç kimi çöreğiyle imtihana çekmesin ay. amin 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 ay bacı Bacı. Az bu manana var. İt kursağına oxşuyor. Nətər arıqlayır az o. mən bilirəm Heç belə elə bir ət yox deyə bədənimdə. Ay bacı, o- Mənim bir budum deyirlər. o Azərbaycan dilində danışır özünü telefona çəkir Elə. sonra ona baxıb əti tökülür Mən deyirəm, yaşa. sən rusca danış Rusca bilmirəm axı. ona görə deyirəm daha Elə. Bacı, deyirəm bugün 8 Mart'dır. Hə da bayramdır da. Bir dəfə gəlliyi dünyaya. Deyirəm bəlkə bugün dietanı pozaq da. Hə, birinci gündən günlük. başlayarıq. Birinci gündən. gündən başlayarıq. Deməli burada 12 dənədir, 300 sədir, 9 mənim. Bacı. Az, düz böl da. Nə düz böl, ha qabarta bax. Niyə nə bax? Hə, yaxşı, 5 sənin, 6 mənim. Altısı, sənin altısı mənim. 12 Yaxşı, dənə. bacı götür. Az çəpləşəsən, çox yemə. Mən necə çağırmışam? Səni mamıra çağırmışam. Bu günləri yadındadır. Mən internetdə bir dənə oğlanla tanış olmuşdum. İstəyirəm, onunla bir gün görüşürəm. Sən mənə məsləhət verəsən da. Sən düz 4 dəfə ərdə olmuşsan da, bacı. Sən öl. Sən istəməyən. Görüşəcək səndən. Hə, bənə. Gör başını sağ nə deyir. Deməyəlim. Sən bilirsən də mənim 6 ərim olub. Götürdüm bilirdim mən. Hə, kim bilmirsən, o vaxt sayt var deyə damı çıxar ruh. Hə. Birinci ilə orada tanış oldum, 2 Ay. il yaşadım, boşadım onu. Ay sağ ol. İkinci ilə
Facebook'ta tanış oldum. Aha. 2 yılda ondan yaşadım, onu da boşadım bacım. Aha. Sonra 3. ile dersen Adnaklasnik'te tanış oldum. Aha. 4. ile zaten Facebook'ta. Aha. Bunlarla il yarım yaşadım. Sonuncu ile Twitter'da tanış olmuşam. Neçə elədi? 5. 5. Biri də əlimin altında. 8 ay yaşayıram Ay bundan. bacı, Allah eləsin təzə saytsa da açılmasın. Açılsın. Pis iş görürəm, bazı ərə gedirəm. Yox, bir söz demirəm. Ya Bacı. şimdi mən neyinin bacı? Demir, dur. Belə otursan burada. Niyə? Otur. Təpənə güllə tutsalar da durma ayağa. Və evə gedəndə nə qayırım bacı? Bax, bunu da belə elə. Bax, belə baxım. Belə arıq göstərirsən bu atıcanın üçün. Hə, evə gedəndə deyir, oğlan deyir ki, xanım qız, mən mali gəlir deməz. Hə, xanım qızı ötürmək olar. Nə deyim? Sən də dinən ki, şubamı verin daha. Şubamı verərdiniz daha. Sağlıq şubanı belə tutsun. Hopanım girim içinə. Hə, qrupa görün. Sağ ol, bax belə. Onsuz da bazı şubanın içində bütün arvadların figurası eynidir. Belə. Hə, düzdür. Başa Bacı, düşdü? Hə. və birdən məni restoranda da rəqsə dəvət elədi, onda nə edəcəm? Oynama. Şəkil çəkdirmək istəsə? Başın xarabdır, çəkdirmə. Az bir gör gəlsin, nə gündədir, bir baxaq, bir gör o iş bəyənir səni, ya sən onu bəyənirsən. Bəlkə ayaqları əyridir, başı yekədir, bırlı badımcan boydadır. Yox, bacı, çox simpatiksin oğlandı, hündür. Bazı, harada görmüsən? Şəklini Face-də görmüşəm daha. Batasan sən, az o Face-də hamı özünü düzəldib qoyur. Canlı üçün köklər, qomburlar yoxdur. Başlarını çəkirlər, proqramla zaten belə eləyirlər belə. Güya bunlar ağrıqdılar da. Balaca boylar da şəkili bax belə çəkir. Aşağıdan çəkir ki, hündür görsəsinlər da. Bunların hamısının fışqası var. Heç də kömək eləməyək ki, arıqlanmağı batır. Niyə elə deyirsən? Nə tər varsa elə də özünü təqdim elə. Yaxşı. Az oturdan mən dediklərim yadına çıxmasın. Yaxşı, yadımdadır. Axşam sən gəlirsən ha. Yaxşı, yaxşı. Yadımdadır, hamısı yadımdadır. Çalış oğlanı buraxma əlindən. Ayağa durmayacam. Dursam şuba ilə duracam ayağa. Sonra bir də uçlar yadımdan çıxdı, nə demişdi? İyi, sən də. Muskatlar. Ay qardaş, salam eləşim, necəsiz? Qardaş, indi bu restorana mənim sevgilim gələcək. Gələcək həyat yoldaşım da. Romantik bir şey çala bilərsiniz. Aha. Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncənin yolları vurma, vurma. Qardaş, bir dəqiqə saxla. Bu xurma var bu mahnıda. Mən də diyetadayam, olmaz.
Xurma belə baxırsan ki, elə kökərdici şey deyil. Amma 100 qram xurmada düz 800 kalori var. Mən də onun adını çəkdim, sonra bax, bu şey beynimdədir. Bu şey geri buradan çıxandan sonra xurma ilə çay içim. Bir qurtum çay, bir 20 dənə xurma. Başqa bir şey çalın da, olar. Ay, geçen vardı. Şeker bura, pahlava, nuş olacaktır cana. Ay kardeş, beni ele salmışsınız. Hiç bu mahnı sözlerini bilirsiniz, elə tıkıdı, tıkıdı, tıkıdı. Mahnıya qulaq asmaq lazımdır. Şeker bura, pahlava. Bayram da gəldirik qabaqda. Şəkər bura, paxlava, qardaş. O ki, duxovkadan çıxır belə. Altı roz olur, üstə sapsarı. Elə bir yolkada aşırdıqlar belə şap. Onu ki, biri getdi, bir qurtum çay. Paxlava qat-qat. Olmaz, olmaz. Mənim yadıma düşür. Sonra ürəyim istəyir də, qardaş, olmaz. Onlar başqa bir şey çalın da, nəsə dietik bir şey çalın da. Mənim qəsdimə durmuşsunuz. Ay bacı, bunlar məni doluyurlar. Mən deyirəm ki, mən sudan, havadan kökərləm. Başlamışsan burada isti kabab, yağlı fətir. Sözlərinə bax, özdə doymaq olmur, bir də gətir. Qada azalım, Azərbaycan mətbəxindən doymaq olur. Olmur axı Azərbaycan mətbəxindən, Azərbaycanın yeməklərindən doymaq olmur. O ki, gətirirlər belə. Antrikrotu gətirirlər belə. Belə. Qaqarin mostuna oxşayır. Onun ki, üstündə o elə nazik başlayır, getdikcə enlənən quyruqdur, piydi, yağdır, o var. Onu ki, belə ki, qopardırsan, gətirirsən, üstü də xneyrək belə qızarır. Dodağına qoyan kimi özü gedirir. Ondan doymaq olar. Ya da ki, o sümüyün baş tərəfində o ət var. Nə deyirlər ona? Yablıçka. Yenindən görsəndir elə, bilirsən adını. O yablıçkadakı başqaları yeməsin. Özün çox yeyəsən, 3-ün 4-ün birdən ötürürsən. Sümüyü də yalanına deyirsən, güya iti aparacam. Az qala özün yeyəsən. Ondan doymaq olar. Ya da ki, o lülə. Lüləni ki, gətirir, qoyur qabağında belə. O şişi ki, çəkəndə, şişdən belə fəryad səslər gəlir. O lülə ki, təzə manqaldan götürəndə, üstündə o piyyə xabzır. Qaynayır, baxın. Onu ki, belə açırsan belə yuxanı palas kimi. Lüləni belə meyt kimi ki, uzadırsan üstüne. O doğranmış soğan var, onu ki, suvaqda çimizdirib tökürsən onun üstünə. Onu ki, belə bürməliyirsən, belə meyt qatof. Gətirirsən onu buradan pilaramya belə. Mən bunlara deyirəm ki, ay bacı, mən sudan, havadan kökərləm. Bax, saqqızı. Saqqızı verirəm, kimsə çeynir, biri 20 dəqiqə, şirinci gedir, sonra çeynirəm, yenə kökəldirəm. Qardaş, dietik bir şey çalır. Ay bu gecə, kipriklərim qaşan dəndi. Ah, bu gecə. Ay, sağ ol. Bax, bu başqa məsələ. Su gəlib daşa deyil, sudur, daşdır, hamısı kalorin şeylərdir. Sən də burada ol, yanımda ol. Kömək eləyərsən mənə, yaxşı. Mən dura bilməyəcəm. Oy, nəfəsim kəsildi. Ay, gəl. Facebook
Yox, dəstəgül. Dəstəgülə bir dəstəgül. Çox sağ olun, götürmüş kimi varam. Rica edirəm. Təşəkkür verin, o götürər. Xahiş edirəm. Mən də xahiş edirəm. Mənlə birdən mən tez gəlmişəm. Sən demə, sən məni də... Sən deyə bilərəm də. Sıpıçqamaya. Sən məni də qabaqlamısan. Yox, bilirsiniz, mən rəfiqəmlə Vetsini biz bu restoranda otururuq. O da gəldi, bunları zakaz verdi, yedi, çıxdı, getdi. Ölərəm sən, çox. Qalxmışdım mən, çox. Mən sənin üçün nə zakaz edeyim? Yox. Nədən, nə zakaz? Mən diyetadayam. Çox köksən ki. Kök, arıq, nə dəxli var ki? Hər bir özünə hörmət edən qadın Vetsini diyetada olmalıdır. Hoşladım bu sözü. Nə diyetasındasın? Bu həftə piti diyetasındayam. Piti diyetası. Bəli, birinci gün qaynanmış quzu əti yeyirəm. İkinci gün şabalıd. Üçüncü gün quyruq. Dördüncü gün baş soğan. Beşinci gün noxudlar. Altıncı gün duz istiyot filan beşmekan. Bazar günü də elə belə su içirəm də. Bir həftə ərzində mən bütöv bir piti yemiş oluram. Вот ты рассмешила меня. Nə deyir? Bəlkə deyirəm bir rəqs eləyək. Yox, rəqs nədir? Rəqs sarıqlamağa kömək eləyir. Yox, çox sağ olun, olmaz. Quruşqamaya Nə deyir? rica eləyirəm. Yox, heç belə yüz vurmayan qətiyyən olmaz. Ölərəm sən üçün buryonuşqam mənim. Bronşkadan çay içmək olar sonra, amma oynamayacağım. Xahiş edirəm. Yox, heç siz rəqs vaxtı mənim romantik gözlərimin içine baxacaqsınız, mən də özümü itirəcəm. Həzanlanacağım. Baxmayacam. Baxacaqsınız. Söz verirəm, baxmayacam. Onda oynamağın nə mənası var ki? Can? Yox, deyirəm onda gəlin mən sizin gözlərinizi bağlayayım. Nə istəyirsən elə. Onda üzünüzü söndərin. Otana minə. Bax, söz verdiniz ha, baxmayacaqsınız. Üzünüzü söndərin. Zaintrigrovalo. Zaintrigrovalo ya. Bax. Bax, söz verdiniz ha. Deyəm, burnum qaldı əskiyin altında. Dedim, bəlkə oradan da görürsünüz. Yox, görmürəm işte. Durun ayağa. Gördüm. Zəhmət olmasa, gəlin burada durun. Mən də bu saat gəlirəm. Yox, biraz belə. Bax, burada belə sakit durun. Gəlirəm mən də. Gəl. Gəl də, nə oldu? Gözümün kökü saraldı. Gəlirəm, bir dəqiqə. Pulumu verəcəm. Hələ oynamaq istəmirdin, amma qucağıma tullanırsan. Biraz həyecanlıyam, ayağım ilişdi. Həyecanlı olma. Əsmə. Həyecanlıyam da. Duxun mənə tanış gəlir. Mənim? Nə duxsudur belə? Uniseksdir. Əsmə. Həyecanlıyam da. Bəlkə başımı qoyasan sinəmin üstünə. Niyə? Çıpıçqamaya. Niyə axı? Qoy da, nə olar? Xahiş et. Nə oldu? Əl çalırsan? Yox, saçlarımı düzəldirdim ki, alnıma düşməsin. Ölərəm sən çox. Çox səmimi xanımsız. Çalışırıq. Bugün də bayramdır. Mən istəyirəm sizi bir hədiyyə bəxş eləyim sizə. Doğrudan, nə əziyyət çəkirsiniz? Yox. Mən əli Nədir boş ki, gələ hədiyyə? bilməzdim bu görüşə. Bu brilliant üzüyü məndən qəbul edin. Kiçik bir hədiyyədir. Gələcək münasibətlərimizə baxmayaraq. Halal xoşumuz. Hoşunuza gəlir? Çox qəşəkdir. Çox qəşəkdir. Qəşəkdir. Əsməyin. Bütün bədənimiz titriyirik. Yox, biraz həyecanlıyam ona görə. Həyecanlanma. Bəli.
bel axtarıram. Səndə bel yoxdur. Bəlkə bir ritmik oynayaq. Yox, yox. Hələlik bir dəqiqə sakit oynayaq. Sakit oynayaq. Əlinizi verin mənə. Gəlin bura. Hələ sakit mi oynayaq? Mənim gözəl kurçkam mənim. Gəl bura. Oynayaq, ritmik. Ritmik oynayaq. Bir dəqiqə buraxın məni. Ritmik. Burada da uzağa gitmə. Bir dəqiqə. Oynayaq, amma xahiş edirəm. Amma gözlərimi aç. Bəli, amma musiqini mən sifariş verəcəm. Buyur, qurbandır sənə. 1, 2, 3, maestro, Haradasan? lambada. Ölərəm sən. Can. Əfsan. Hesabı gətir, biz məkanı dəyişirik. Yox, siz çıxın gedin, mən də evimə çıxıb gedəcəm. Xahiş edirəm. Rica edirəm. Mən bu saat şoförə zəng eləyim. Maşın da hazırdır. Yəni, bunun zərətkası öldü. Bir dəqiqəyə gəlirəm, bir dəqiqə gözlə. Mən də bir dəqiqə. Sıpıçqa Bir maya. saniyə gəl. Bura gəl, bura gəl. Üzüyü ver mənə. Üzüyü, bura gəl. Buna bax, hə. Allah canımın üzüyün dalına keçmək istəyirdi. Ölərəm sən. Darıxmışdım mən. Maşın hazırdır. Doğrudan. Afisant, hesab nə oldu? Ay gədə. İt dişliyib ayağını bir. Yox, burnu qurtalayanda sılıb. Görüm nə qədər orada. Bizim tərəfindən şok verməzdir. Allah öyrən də centilmen deyilsən. Qalan sən. Buyurun. Zəhmət olmasa şubam verərdiniz daha. Üzr istəyirəm. Nira şital. Yox, istəmirəm, sağ ol. Biraz yuxarı tutun, zəhmət olmasa. Jalist de. Sağ ol. Çox sağ olun. Get. Şəkildə belə görürsən. Necə? Şəkildə biraz köksüz. Bu yaxşıdır, pis. Şəkildəki əladır, Kroşka. Gələcəkdə xahiş edirəm. Biraz kökəl. Niyə? Mən ölürəm toppuş xanımlar üçün. Bu manyaqdır. Manyak deyil, əlövsətdir. Buyur. Təki sən mənə diyeta demə. Təki sən mənə diyeta de. Diyet aydana, diyet ay. Ciddi. Böyle olmana yok. Xahiş et. Bir dənə, axırı. Burada yok. Bir dənə. Gənc nəsil nələr törədir? Nə törədi? O günləri bir reklam çıxdı qabağıma. Aygün'ün konserti olacaq. Aygün 50. Konsertin adıdır. Sağdır. Ha, maşallah Türk kimidir. Aygün 50'dedir. Aygün'ün 80 yaşı olmalı. İndi 2050. ildir. Aygün 50, onun yaşını göstermir. Onun plastik ameliyatlarının sayıdır. Ona göre konsert verir. Plastik Deməli- ameliyatın şerefine. 50. plastik ameliyatın şerefine Aygün konsert verir. Bəli. Ama deyirəm 80 yaşım olsa da zalim kızı zalime bakırsak hiç 50 yaş vermek olmaz. Fındık gibidir. Düz deyirsən. Elə bil ki, bu Aygün Kazımova Ajda Pekan'dan kim cavan qaldı yarışmasına çıxıb. Belə baxanda Ajda Pekan'ın 100 yaşı var, amma üzünə baxanda elə bilsən
50 yaşı var. Canın içi. Ama sana bir söz diyeyim. Allah Pugaçova bu yarışmada bunlara uduzdu. Uduzdu. Allah Borisovna'ya bakanda elə bilirsən ki, Ajdanın anasıdır, anası. Aygül'ün de nenesi. Canın içi. Ben de İngiliz, buraya. Buraya. Sen bana pul verirsen... Hadi be yatıyorum. Bu iğrenç karnımı arıkladım. Plastik əməliyyat 22 fevralda. Bir dəqiqə dayanın. Bu qorxulu film zaddır bə. Bilmirsiniz nədir bu? Dikkat, Dikkat. aziz analar, Bacılar, halalar, bibiler, gelinler, baldızlar, day dostular, əmi dostular, eltiler, qaynanalar. padruşkalar, Sizi fevral ayının 22'si 23'ü Heydər Əliyev Sarayına bu şəhərdən yeni Plastik Əməliyyat adlı solo konsertinə hamınızı dəvət edirik. biletlər artıq satışdadır. He, az yok işim var. Ben sana dedim alma da, oradan hiç ne alma. Onlar onu alırlar, brand adıyla sırıyorlar cemaata. Bir defa güzel olur eski. He, triyapka olur az. Daha ne olacak hiç ne? Özüm için kef elirdim. Bugüne kimi, ay yarımdı. Ha, it gelir. Bırakıblar. Ha, bugün eve yazdıblar o iti. Az it saxlayıram mən. Elə bir o itlər səndə yoxdur. Qaynanamı deyirəm. Dilimdə fırlanmır deməyə. Qaynana. Az komaya düşməmişdi. Ha. Mən niyə salıram onu komaya? Az onun öləcəm dedi ki, mən yaxın dura bilmərəm. Nə danışırsan sən? Ha. Bağda çıxmışdı meynə dərməyə. Meynə. Üzüm. Hele nerdivanı koydu. 1, 2, 3, 4. Allah'ım onu oradan çırptı yere. Başı değdi betona. Kalmadı ki yerinde. Ben liseye oradan dediler komaya düşüp. Ha, ay yarımda oradadı. Ha, yazıktı. Ha, yazıktı. Neyniyim ki? Az yok olmaz ona. Şekeri var, paklava nedir, şirin çay nedir? İstersen elimde ölsün. Az yok, apelsin de olmaz, allergiyası var. Ha. Ne dersen, komaya düşüp sonra ayılacak, yaddaşı kaydacak. Az yaddaş yok, hiç kimi tanımır. Böyle yaxşıdır, ben koyuş olmasa bir kalan ömrümü bir hoş yaşayayım da. Düz deyirsən, ha. Mən onun tayyəmi, düzdür. Ha. Sen inandırım, bu 16 ildə bir dəfə də olsun mənim adımla çağırmayıb ki. Bacı. İt, eşeğin kızı, ifritə, ilan, səni mənə calayanın. Elə bir mən buna ərə getmişəm. Oğlu razıdır, ha. Ha, bunu hansı gəlin götürər, Amma o bursu gəlini qardaşı qızı daxı. Ha, o bursu gəlinə, can, başıva dönüm, mən ölüm, sən qal. Ha, ürəyimin yarısı, qardaşı qızı daxı, Ha, yok az mənim heç adımı bilmir. Ha, yaddan çıxardıb. Nə? Koymaya düşməsə tava vurun başına. Onda qaydacaq yaddaşı. Nə bilim. Yaxşı. Hə, o barədə sonra danışarıq da, indi harada olsa gəlməlidir. Gəlir. Bilirəm, yaddaşı da gedib, hal üstündə deyib, əsimə tutur da məni. Mama, hoş gelmişsin. Mama, necəsən? Evə hoş gelmişsin. Kimin evine? Öz evə. Məni? Bizim ev.
Mənim evimə xoş gəlmisən. Gəl xala, gəl. Gəl əyləş, ürəyin istəyən yerdə əyləş. Sən qızımsan? Yox, mən Kimsən bəs sən? Mən sənin gəlinin. Gəlin. Gəlin. Hə, oğlumun həyat yoldaşı. Oğlum da var. Oğlum varsa, gəlinin də olmalıdır. Öz başda girmişəm Laf, bu evə. Yaxşı. Bəs sən adın nədir? Mən sənə necə müraciət edirəm, necə çağırıram səni? Mənim adım Təyyarə. Yadda qalar bundan sonra. Təyyarə. Amma sən mənə canım, gözüm, evimin yaraşığı, sənsiz mən ölərəm. Belə deyirdin. Amma o birisi gəlməmişsə nə deyirdin? O birisi gəlinim də var. Hə, qardaşın qızıdır. Hə, nə deyir? İffitə, daş düşəydi bu günə, mən səni alan günə. Hə, sağ məni gəlin olmayaydın. Oğlumun evini yıxdın. Yaxşı. Bəs Mən sənə bilirsən nə deyirəm? Hə, nə? Mama. Hə, sonra ana. Sonra xala dedim. Dedin, ay qız, ilk növbədə biz səndən gələk patruka olaq. Məni adımla çağır. Tova, necəsən? Yaxşıya. 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 Allah, bunun başı gedib təmiz. Qəşəng evdə amma, hə. Çay içirsən? Çay? Çay. Hə, içərəm. Hə. Bəs mən çayı neynə içirdim? Necə xoşlayıram çayı? Zəhrimarla. Heç nəsiz. Doğruda. Hə, açıq çay. Özü də deyirdin ki, qafadan su axıra kimi qaynamasın. Hə, hə. Çox vaxtda özün süzürdün özünə çay. Mənə imkan vermirdin. Deyirdin, mətbəxə girmə. Mətbəx işləri mənlikdir. Evi yığışdırmaq, paltarları yumaq, hamısı mənlikdir. Sən gid uşaqları tərbiyə elə. Vəssalam. Amma bugün daha gün neçə ay yarımdır evdə yoxsan. Bir dənə çay gətirim, zəhərləm, iç. Gətir. Unut məni, lap yadımdan çıxart belə. Xəbərin yoxdur qəbrin, qazılır hələ. Nə qəşəng qızdı. Oğlum olsaydı alardım oğlum. Aleyküm salam, aleyküm salam. Kimsən? Oğlumsan? Qızımsan? Hə, oğlumun oğlusan? Onda qızımın oğlusan. Bəs onda burada nə itin lazım sənə? Nə açar? Gəmiyəndəsin. Bu uşaq nə kimdir, nə istəyir? Unuttun. Hə, bu qonşunun oğludur. Maması açarı Nə qoydu, istəyir? evin açarı qoydu bizi məktəbdəydi. Get qapını aç, içəri gir, qapını bağla. Heç kimi qapını açma ya. Bax, mama o meydin gətirsələr də, dinən ki, bloka qoyun, papa işdən gələndən sonra götürər. Oldu, git falan. Şirin çay, tıxlava. Şirin çay, Şirin çay, paxlava ilə. paxlavayı da. Hə, Vur bədənə, həkim deyib glukoza yedizdir ona. Hə, tomuya. Toma, fəzvənim ye toma. yaxşıdır. Yaxşıdır. Yaxşıdır, hə. Yaxşıdır. Amma nəsə, biraz elə bil, gözüm qaraldı, elə bil nəsə. Hə, Mən kiməm? sən vertolyotka. Yox, samolyotka. Təyyarə deyə bilmirsən, hə? Hə, təyyarə deyə bilirəm. Hə, dedə təyyarə. Təyyarə. Mən təyyarə, yox, düşmədi komaya. Vay, mənim işim var burada. Nə Hə, yaxşı. ye. Yaxşıdır, hə. Yaxşı. Ay Paravoska. Bunun adı neydi? Bunun pult. Bu pult nöş bu gündədir. Bu nöş belə dolayıblar bunu. Nə olub buna? Ben neçəyə düşməmişdən qabaq vurub başımı yarmışdı. İndi deyir, yer bugün. Qızın gəlmişdi kürəkəninlə. Hə, qızı İti pişik kimidirlər axı. Hə, qızın da var. var. Hə. Nəsə didişdilər, götürdü pultu kürəkənin. Onun əlinə qurban olum, çıxdı onun başına. Qızımın başına, hə, ağzı yumur,
axı. Ha, kut oldu bugün də. Çilik oldu. Bəs bu gör insan nə qədər səviyyəsizdir ki, pultu götürüb onun başına vurub. Heç adam da adamın başına pultu çırpar. Yox, sənin. Ay əxlaqsız. Ay tərbiyəsiz. Ay eşşək. Ay donuz. Sənin əllərin quruyaydı. O pultu o uşağın başına çırpan yerdə. Necə quruyub, beynine kimi quruyub. Hə? Hə. Ay Teplavoska. Adın yadımdan çıxdı. Ne? Kvadratsikl. Hə. Təyyarə. Təyyarə. Təyiş. Hə. Təyiş. Mən bir dənə söz soruşum. Mən əslim hardandır, atam hardandır, anam hardandır? Deməli, sənin aton rəhmətlik Naxçıvanlı idi. Deri. Ama anam haralıydı? Aha. Ana Qazaxlı. Bu derdin alim, ölüm. Bak Qazaq harya, Naxçıvan harya. Ya bunlar həncər tapışıblar. Nə bilim, onda mənim proyektim yox idi. Və mən özüm hardanım? Sən özün Bakıda böyümüsən. Bakıda böyümüşəm. Sağ Deyirəm axı. böyüməydin. Deyirəm axı. Sağ böyüməyin. Ay, Yesebet. Bir dənə Samakat. samakat. Deyirəm də nəsə iki təkərli yadıma salam. Bu bir dənə də səndən söz soruşmaq istəyirəm. Buyur. Utanıram soruşmağa. Sən də mənim Sən utanırsan. Sən də mənim sən neyim oldun sən mənim? Gəlinin. Gəlinim. Sən də mənim gəlinim. Mənim ərim olub, ərdə olmuşam mən. Представляешь? Sən ərdə olmusan. Doğruda. Hə, amma ərin ölüb. Bastırmısın? Yox, xaladelikdədir, sən saxlamış. Bastırmış. İlgiyə ölüb əla. Bastırmısın. Yox, bastırma eləmişik. Yaxşı, bəs bu nədən öldü? Bu kərrənməkdən nədən öləcək? Sən çərrətdin? Az belə adam kərrədən hə? Yaxşı, zarafat eləyirəm. Bağda dam damırdı. Yağış yağanda. Hələ nərdivanı qoydu, bütün işləri o görürdü də, rəhmətli, yaxşı kişi idi. Çıxdı. Sən demə, nərdivan, sizdə nərdivan elə köhnə olur. Oradan şıppıltı ilə dəydi yerə. Öldü. Bəzilərindən fərqli olaraq sırtıqlıq eləyib ballisaya gedib sonra evə qayıtmadı. Pravoy qəbirstanlığa. Alo. Sima xala. Gətiriblər. Evdədir. Yox, başı gedib. Başı gedib deyəndə, başın ayaqları var səndə. Beyni gedib yəni, yaddaşı yoxdur, huşu yoxdur, heç kimi tanımır. Hə, verirəm özün danış. Heç olmasa xoş gəldim dinən də. Bacındır Sima. Mən bacı? Alo. Aleyküm salam. Hə, bacımsan? Yox, Hə, qardaşım. lap yaxşı. Sən məndən böyüksən, balacasan. Böyüksən? Hə, lap yaxşı. Hə, Soruş, əri necədir? Tima. Bu Sima. Sim dedi ha özü Sima. Ağaz ərin necədir? Hə, Allah rəhmət eləsin. Allah rəhmət. Bilmirdim, mən burada da öldüm. Banisa'daydım, ha. Nə olub ki? Əri ölüb, bilmirdim. Qara gün görürsən. Ər öldürən nəsilsiz də, ər öldürən nəsil. Ay, traktor, nə soruşun bundan? Traktor yox, yaba. Hə. Keç əl alətlərinə. Hə, yaxşı. Nə soruşun? Soruş ki, qızın necədir?
Sənin başıma indi görürəm. Ay şey, ay Tüşəzban. Yox, İlhamə. Ay Sima. Hamə. Sima. Hə. Mən çərlədim öləcəm bunun əlimdən. Ay şey Sima. Qızın necədir? Yaxşıdır qızın. Və köçürdünüz. Sən Allah bağışla. Ağaz nöş kövrəldi. Deyən, deyirsən, bilmirsən ki, mənim ömür boyu qız həsrəti ilə yaşamışam, mənim qızım Nə yoxdur. bilim, gediş-gəliş yoxdur. Mən də avara idim səninlə. Hə, gediş-gəliş olmayıb, ona görə Motoroller. Nə soruşurlar? Soruş. Oğlun necədir? Oğlun gəlir. Sən Allah, özün soruş, sonra o da bir şey. Ay, bacısan sən, mən kiməm ki? Mən yad qızıyam. Soruşma. Ay, nə ata var? Hə, Sima. Məhsəti. Bir Sima da atır. Ha, tavan nədir? Özü dedi. Ay, Məhsəti. Sima. Hə? Ay, Sima. Bu oğlun, qızın, nəvələrdən köçürdmüsən heç, yoxsa? Adboy verdi. Sənə. Dedi ki, külü qoyum sənin də, o yanındakının da başına. Yəni, Şey, nə üçün? ay Drujba, bilmirsən, bu nə nöş belə dedi. Bilmirəm. Dedi ki, sən bilmirsən ya, mənim oğlum 2 ildir boşanıb, gəlin də uşaqları götürüb çıxıb gedib. Sən ona fikir vermə. Nə bilim, mən avara idim səninlə. Gəp də selfie çəkdirək qoyaq. Selfie nədir? Selfie də şəkil. Hə, şəkilə indi selfie deyirlər. Az kişi görər sonra döyər məni. Hansı kişi? Xaladeykdəki? Yox, bastırmışıq. Hə, qutmasım indi kişini. Bir dənə çəkdirək, qoyum görüb padroqalarım nə yazacaqlar. Komment Instagramda. Instagram bilirsən nədir? Instagram ya. Instagram bir pazdır, paz. Bir bəladır keçib canımıza. Çəkdim. Əzəb elə. Bir də nə yazsın? Paxlavanı özün pişirmisən? Yox, mama. Sənin mamon var? Niyə yoxdur? Mən də Ha. bir ananın qızıyam. Yazırlar ki, Aha. gün hardan çıxır. Şu sənin dünən qız başı var, bilmirsən gün hardan Özdə çıxır. coğrafiya müəllimidir, bilmir gün hardan çıxır. Hardan çıxır şimdi? Siftah, çağır. Bir də gəldi. Hə, nə yazırlar? Yazır ki, şeydir, bu itin də üzü gülərmiş. Hani burada it var idi bir ya, bir şəkildə. Hə. İkimiz idi yaxı. Hə, qırmızı baş bir it vardı. Mən üçün yazıblar ki, Hə. mən axı şəkillərdə ciddiyəm, buna görə. Daha yoxdur yazan. Var, bəs deyirdi, ölüb. Biri Kim? çıxdı. Kim ölüb? Telefonun bataryası. Tezdən görə gərək dəyişim. Nə oldu? Gidin paxlavanı, çay içdin. Hə, Gedim sənə mandarin gətirim limonla. Mandarin? Mandarin nədir? Gətirəcəm, görərsən. Unutma ki, dünya Nə yaxşı gəlin deyə. Verən Allah alır canım. Allah xoşbəxt eləsin, hər kimə gedibsə. İnşallah düşər komuya. Hə, bu da iyi. Hə, yavaş ye. 2 ötür. Bəs bu nədir? Limon suyu, üstündən içməmsənlər. İç. Belə vursam yaxşıdır da. Başı girər qarımına. Vay. Nə oldu? Belə Nədir? qaşı belim qaşındı. Qaşınır. Hə. Yavaş. Birdən qotur basar ha sənin xəbərin olmaz. Oy. Nə oldu? Gəl. Nəfəsim qaşınma düşdü canıma. Nə oldu? Ağız bilmirəm. Nəsə bədənim, Gərək mən bunu Bədənim. yıxım. Başı dəysin geri. bədənim Onda bəlkə. qaşındı nəsə. Komik Bədənim bir şey. qaşındı. Vay evim yıkıldı. Öldü.
Görkəm ki, dağılıyam hemen. Bu ne da kız? Ben hoş yerde uzanmışım. Ya köməyiniz. Yattı la, Çopayolu'nun kızı. Mama! Hoş Görürsen- gelmişsin evime. Hara gitmiştim ben bir evimdeyim de. Görürsen yuxu tutup yatmışam burada üstümü ört de. Çopayolu'nun kızı. Hele indi uzanan kim? Yoksa sen yıkmısan beni ha? Yok, hayır ama. Senin basıp gözlerimi çakartarım. Bilirəm. Bana bak bir. Terbiyesiz it kızı it. Bu ne la kız? Ay mama. Az bu limon, mandarin. Bu kim vermişsin bunları? O sana verdim. Mənə verim sana ağa. Ha sen bilmirsən mənim ona qarşı alergiyam var ha? Heyvan oğlanın kızı heyvan. Ha? Kudurmuşsan ağa. Mağları kəlbətin deyil. Mama, mənim həkim padruqam var. Dedi ki, yaddaşı qayıtmaq üçün geri onu komaya salasan. Ona görə sənə ziyan olan şeyləri hamısını sənə verdim ki, hələ tava Hə. var idi. Yaxşı ki, tavanı vurmadım başıma. Dedi, onlar da kömək eləməsən, yıx yerə, başı dəysin bir yerə, yaddaşı qayıtsın. Gördün, mənim adım nədir? İt kızı it. Sağ ol mama. Hoş gəlmişsin. At tapıblar koymağa. Təyyarə, yok. Duzlu badımcan. Mən indi gedirəm öz həkimimin yanına. Sənin duxun var it kızı it. Əgər həkim deyənlər tərsin olsun, sənin basıb gözlərimi sıxardacağım. Yox, Başla. əgər həkim desə ki, gəlinin düz deyir, bugündən sən olacaqsan mənim ən yaxın padruqam. Toma! Gedirəm həkimə. Toma, deyəsin. Toma, deyəsin. Belediye giriş buraya. Buraya. Sen bana pul verirsen. Hadi be yatıyorum. Ne var? İğrenç karnımı ağrıladım. Plastik əməliyyat 22 fevralda Bir dəqiqə dayanın. Bu qorxulu film zatdır bəyəm. Bilmirsiniz nədir bu? Dikkat, Dikkat. aziz analar, Bacılar, halalar, bibiler, gelinler, baldızlar, day dostular, əmi dostular, eltiler, qaynanalar. padruşkalar, Sizi fevral ayının 22'si 23'ü Heydər Əliyev Sarayına bu şehirden yeni Plastik Əməliyyat adlı solo konsertine hamınızı davet edirik. biletlər artıq satışdadır.